Xoş gördük əziz izləyicilər. Mən bu videonu çəkməyə məcbur oldum. Çünki neçə vaxtdır gündəmi zəbt eləyən Səidə Bəkir qızının bu məlum videosu Qarabağlıları cəm şəklində ittiham edən Səidə Bəkir qızınadır sözü. Mən bir Ağdamlı olaraq, bir Qarabağlı olaraq 33 ildir öz vətənindən, torpağından ayrı düşmüş bir insan olaraq, bir vətəndaş olaraq deyirəm ki, Səidə Bəkir qızı, Ağdamlıları ittiham eləmək sənə düşmür. Nəinki ittiham eləmək, heç Qarabağın q hərfini belə danışmaq sənə düşmür. Və buradan bütün Ağdamlılara, bütün Qarabağlılara müraciət edib deyirəm ki, belə təxribata getməyin. Cənab Prezident Qarabağ uğrunda öz danışıqlarında torpaqlarımıza nə vaxt qayıdacağımızı planlı şəkildə özü elan edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün qazilərimizə can sağlığı versin. Qarabağın alınmasında nə əziyyəti olan bütün insanların hamısının, analarının özlərinin qarşısında baş əyirəm. Biz çox əzabla, əziyyətlə Qarabağımızı aldıq. Qarabağ bu dəqiqə dünyaya meydan oxuyur. Qarabağ dünyanın gözüdür. Azərbaycanın görən gözüdür. 1 milyon əhaliyə 1 nəfərin, 5 nəfərin, 10 nəfərin və 100 nəfərin günahı ucbatından siz deyərək müraciət eləmək Səidə Bəkir qızı, sənin hüququn deyil. O sən deyilsən ki, kimsə səhv edər, onu ittiham edəsən. Sənə düşmür. Sən özünü kim hesab edirsən? Sən Daxili İşlər Nazirısənmi? Sən baş prokurorsanmı? Sən prezidentsənmi? Siz kimsiz? Mən Səidə Bəkir qızı, səni izləmirdim heç. Siz bizə zəng eləyəndə ki, yadınızdadır, heç bir lisenziyası olmayan bir həkim kosmetologdur filankəsi, xahiş edirəm, onun barəsində məlumat yaymayın. O vaxtı tanıdım sizi. Siz lisenziyası olmayan dırları müdafiə edən Səidə Bəkir qızı, xahiş edirəm, Qarabağ haqqında danışmayın. Ən azından canlı yayıma çıxanda, çıxış edəndə bir dönə-dönə o mevzunu analiz eləyin ki, mən nə danışacağım? Yəni bu danışdığım cümlə mənə nə gətirəcək? Bəlkə də siz özünüzlə bununla reyting yığırsınız ki, Qarabağlılara siz deyərək, mənim 2 evim var, 3 evim var, sənə nə? Mən evimi kiraya verirəm, sənə nə? Kim verir sənə bu hüququ ki, mənim mülkiyyətim üzərindən sən çıxış eləyəsən? Mənim mülkiyyətim var, sənə nə? Deməli, bu mülkiyyəti mən qazanmışam. Sənin evlərini sənə kim aldı, hardan aldı? Sualını bir dəfə vermişəm sənə. Yenə mən çox danışmaq istəmirəm. Buradan sənə səslənirəm. Axırıncı dəfə olsun Qarabağlılara cəm şəklində hansısa bir kəlməni alıb ağzına danışmağı. Bunu sənə qəti surətdə qadağan edirəm.